сегодняшний день Рубин Интер рассмотреть наши группы, поэтому я надеюсь, как футболист, завтра, как сказал тренер, будем играть открытый футбол, будем атаковать. Если получится, дай Бог, что вы забили. Но это футбол. Самое главное, выложиться на максимум. Самое главное, сыграть на 90%. Ждем поддержку зрителей. Поэтому, как футболист, надеюсь. Поэтому завтra это будет наш день. Kuşatmadan sonra bildirik, kuşatmadan sonra hamı bilirdi ki grubun aşağı favoritləri Inter və Rubin'di. Ama yenə də biz sabahların evdə özbaşı işlərimizin önündə açıq futbol oynayacağıq və inanırıq ki, yəni qol vurmağa müvəffəq olacağıq. Sözsüz ki, amma bu futboldur, onun o digər tərəfi də var. Amma biz əlimizdən gələn ən yaxşısını eləməyə çalışacağıq. Sözsüz ki, bu məqamda yeni bir daha xatırladır ki, hazırki işləsəyinə ehtiyacımız var.